Xaçmaz rayonunun restoran və ya ictimai iaşə obyektlərində, bəzən isə toy mərasimlərində Ağcabədi və Beyləqan rayonlarından gətirilən xırdabuynuzlu heyvanların ətindən geniş istifadə olunur. Maraqlıdır, niyə məhz bu mərkəzi Aran rayonlarından gətirilən qoyun quzulara üstünlük verilir? 20 ildir Xaçmaz şəhərində qəssab işləyən Eyvaz Kərimovu elə Ağcabədidən heyvan gətirərkən yaxaladıq. O bildirir ki, təcrübəsində Ağcabədi və Beyləqandan gətirilən heyvanlara ciddi tələbat var. 20 ilə yaxındır qəssablıqla məşğul oluram. Çox vaxt Beyləqan zonasından gətirəm. Ağcabədi, Beyləqan zonasından heyvan gətirəm. Yəni oranın heyvanı burada çoxları istəyirlər. Yəni oranın əti dadlıdır, yaxşı deyənə oranın heyvanı gətirir. Müsahibimizin sözlərinə görə bu ətə maraq, qiymət fərqi ilə bağlı deyil. Səbəb dad və keyfiyyətdir. Marağınız nədir oradan bura gətirir? Marağımız əsas bizdən çox heyvanı, oranın heyvanı istəyirlər də. Yəni bilsən, şəhər cəmiyyəti oranın heyvanı istəyirlər. Yəni bilsən, eti dadlı olmağına görə Beyləqan və Ağcabədi xüsusi. Təxminən bir 90 baş heyvan gətirmişik. Onu bir gün Allahın köməyinlə bir gün 1 saatdan sonra başlayırıq. Sabaha 70 dənə heyvan zakazım var. Hamısı kəsilməlidir. Yerli heyvanın biraz alıcısı azdır. Yəni çoxu almırlar. Niyə? Ona görə ki, burada şərait yoxdur, saxlamağına görə nə deyim sənə, berk olur da, gəzən heyvandır, əti berk olur. Ağcabədili fermer Bayram Məmişov da 15 ildir ki, Xaçmazlı qəssabla əməkdaşlıq etdiyini deyir. 15 ildir ki, bu Eyvaz qəsləfinə işləyirik. Həmişə elə bir məhsullarımızı gətirdik, ona verdik heyvanlarımızı, bu da kəsir. Bizim də heyvanların dadına görə elə bir gəlib alır. Bizim torpaqlar yaxşı torpaqlardır, ancaq oranın elə otlar bitir ki, bizim heyvanların ətinin dadı ona görə fərqlənir. O otlar burada bitmir. Alıcılarınız çoxdur mu? Alıcılarımız çoxdur. Ondan sonra günəşə görədir. Orada heyvanların günəşlənməyi çox yaxşıdır. İsti olan yerdir. Mərkəzi Aran rayonu gedir. Söhbət zamanı fermer həmçinin çətinliklərini də dilə gətirib. O bildirib ki, vaxtı ilə geniş yaylaq ərazisi olan Haramı düzü hazırda müxtəlif şirkətlərə satılıb. Nəticədə öz şəxsi vəsaiti hesabına 200-250 baş qoyunu saxlamağa çalışır. Su məsələsi problemdir. Su yoxdur. Amma ancaq elə bilginən ki, öz vəsaitimizlə onu yoluna qoyur. Araz suyu, kanal suyu. O bizdə qıtdır, yoxdur. Nə qədər heyvan saxlayırsınız? Neçə baş saxlayırsınız? Biri 200 baş, 250 baş belə doğar qoyun saxlayırıq. Bərəkətli olsun. Məsələ ilə bağlı Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov bizim medianın sorğusunu cavablandırıb. O bildirib ki, yay aylarında müəyyən çətinliklər olsa da suvarma əsasən Araz çayından təmin olunur. Əsasən yayda çətinlik olur. İlin digər fəsillərində ciddi problem yoxdur. Haramı düzündə isə dövlət səviyyəsində müasir əkinçilik mərkəzi yaradılır. Hazırda yaylaq dövrüdür və Ağcabədidən 100-dən çox fermer heyvanlarını Laçın, Kəlbəcər yaylaqlarına aparıb. Orada hər cür şərait yaradılıb deyə müsahibimiz qeyd edib. Aytəkin Alxasta, Ayşən Rəhim, Sadiq Məmmədov, bizim media.